Salam əziz dostlar, xoş gördük sizləri. Bugün mən sizə Güvən Nəşriyyatın 2023-cü il 1-ci blok sınavını izah edəcəm. 30 sualdan ibarət təbii ki sual. Başlayaq birinci sualımıza. 31-ci sual demək belədir. Doğru fikri müəyyən edin. Demək, birinci sual A variantında belə bir ifadə var. Deyir, Kaynozoyun Neogen dövrünün müasir dövrdə də davam edən tektonik proseslər neotektonik proseslər adlanır. Bu doğru fikirdir təbii ki. Demək, digər eralarda olan zəlzələlər adətən qədim dövr sayılır, yəni paleotektonik. Yeni bizim yəni mərhələyə yaxın olanlar isə neotektonik hadisələr hesab olunur. Keçək ikinci sualımıza. Daha doğrusu digər variantlarda izah edim, sonra ikinci suala keçək. Fudziyama və Etna vulkanları adalarda yerləşdiyindən okean tipli yer qabığının püskürən vulkanlar hesab olunur. Okean tipli yer qabığı təbii ki, iki materik tipli yer qabığının toqquşmasında deyil, adətən okeanlarda divergent sərhəddə yerləşir daha çox. Buna Atlantik okean mərkəzində yerləşən vulkanlar, məsələn İslandiyada olan vulkanlar, bir də Havay adalarında olan vulkanlar, hansı ki onlar Mauna Kea, Mauna Loa Havay adalarında, İslandiyada demək Hekla, Kasla, Bardarbunga, Eyjafjallajökull Kudul kimi vulkanlar nümunə ola bilər ki, onlar məhz nə tipli yer qabığına malikdir? Okean tipli. Ona görə bu ifadə yanlışdır. Zəlzələnin yerin daxilində yaratdığı sahə episentrdir. Daxildə olan epicentr yox, səthdə demək epicentr olur. Yəni zəlzələ səthə çatanda onun yer səthinə proyeksiya elədiyi ən güclü demək dağıntıların olduğu yer adətən epicentr olur. Daxildə olan hissə isə zəlzələnin baş verməsinə səbəb olan yer isə zəlzələ ocağı və ya hiposentrdir. O səbəbdən bu yanlış ifadədir. Sonra da variantı Elbrus Qafqaz dağlarının yeganə fəaliyyətdə olan vulkanıdır. Qafqaz dağlarında fəaliyyətdə olan vulkan mövcud deyil. Ona görə bunu silirik. Elbrus sönmüş vulkandır. Palçı vulkanlarının yer səthinə axdığı kütlə kaldera adlanır. Kaldera vulkan təpəsində yaranan çökəkliyə deyirlər. Hansı ki onun diametri 1,5 kilometrdən çox olarsa, vulkanın təpəsində yaranan çökəklik, kiçik olarsa o krater adlanır. Demək 32-ci sual. Deyir ki, miqyası gördüyünüz kimi xəttidir. Hansı ki 1 santimetrə 20 kilometr öz əksini tapıb. 1 santimetrə 20 kilometr olan miqyaslı xəritədə yuxarıda verilmiş xətti miqyas əsasən xəritədəki sahəsi 2,4 kvadrat santimetr olan ərazinin həqiqi sahəsini hesablayın. Biz bilirik ki, bu sahə məsələsidir. O zaman sahə düsturunu tətbiq edəcəyik. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Demək, xəritədəki sahə 2,4-dür. Miqyasın kvadratı da 400-dür gördüyünüz kimi. 20-nin kvadratı olacaq. O zaman 400-ü demək 2,4-ə vuracaq. Burada elə 24-ü 4-ə vuraq. Demək 4 4-ün 16, 4 2 8, o da 1 demək 9 edəcək. 96 vergülə görə vergül 1 0 xəsar gedir. 0 da onun yanına gətsək 960 edəcək. Cavabımız olacaq nə qədər? 960 kvadrat getdi bu sualın cavabı. Keçək 33-cü suala. 33-cü sual. Günəş 5 dərəcə cənub enində zenitdə olarsa hansı coğrafi enliklərdə günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsi dirəyin öz uzunluğuna bərabər ola bilər? Əgər dirəyin kölgəsi öz uzunluğuna bərabərdirsə, demək həmin obyektdə məhz günəş şüası 45 dərəcə düşür. İndi deyək ki, günəş 5 dərəcə cənub enliyində zenitdədir. Yəni, bura 90 dərəcə düşür deməkdir. Ekvatordan 5 dərəcə cənuba 90 düşür. İndi obyektlərə günəş şüası neçə dərəcə düşməlidir? 45 dərəcə düşməlidir ki, dirəyin kölgəsi onun öz uzunluğuna bərabər olsun. O zaman biz elə obyekt seçməliyik ki, o 5 dərəcə cənub enliyi ilə 45 dərəcə aşağıda olsun, üstünə 45 gələcək, 50 dərəcə cənub enliyi edəcək. Bir də 45 dərəcə yuxarı olmalıdır ki, bu da 40 dərəcə şimal enliyidir. Şimal enliyi 40 dərəcə şimal enliyi ilə 5 dərəcə cənub enliyi eləyəcək kişisi 45. 90-dan 45 çıxanda bura 45 qalır. Və yaxud 5 dərəcə cənub enliyi ilə 50 dərəcə cənub enliyi arasında 45 dərəcə fərq var. 90-dan 45 çıxanda burada eləyir nə qədər? 45 dərəcə. Yəni cavabımız olacaq 40 dərəcə şimal, 50 dərəcə cənub enliyi. 40 dərəcə şimal, 50 dərəcə cənub enliyi D variantında öz əksini tapıb keçək növbəti sual 34-cü sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 3-cü saat qurşağı və 1-ci saat qurşağı. 3-cü saat qurşağı hardadır? 1-ci, 3-cü saat qurşağı tapaq. 1 saat demək 15 dərəcədir. 3-cü saat qurşağının dərəcə qiyməti neçə olacaq? Demək 45 olacaq. 45 dərəcə şərq uzunluğu.
Birinci saat 1 saat ilə 15-dir. 1 saatın qiymətdə 15 dərəcə şərq uzunluğu olacaq. Saat qurşaqları demək Greenwich'dən başlayaraq sağa doğru 15 şərq uzunluğu birinci saatdır. 0-a 1 deyəmirik. 30 olur ikinci saat uşağı. Demək 45 olur üçüncü saat uşağı. Bu şəkildə sağa doğru saatlar artır, dərəcələr də artır. Demək baxırıq o zaman hər ikisi Greenwich'dən sağa düşür. Ona görə hər ikisi şərq yarımkürəsində yerləşir. O səbəbdən A variantı bunların ortaq cəhətidir. Sonra orta meridianı London şəhərindən keçir. Bunun heç birisinin orta meridianı Londondan keçmir. Niyə? Çünki London 24-cü saatdır. Sağa doğru saatlar artıb 0-da yenidən tamamlanacaq. Azərbaycan yerləşir təbii ki 3-cü saat uşağında. Niyə? Çünki Azərbaycan 50-dədir. 45-ə daha yaxındır. Azərbaycan 50-ni böləndə demək 15-ə 3 eləyir. 45 qalıq 5 il olur. 5 gördüyünüz kimi 7,5-dən kiçik ədəddir. O zaman elə qisməti olduğu kimi saxlayırıq. 7,5-dən böyük olsaydı 1 əlavə edəcəkdik üstündə. Niyə 7,5? Gördüyünüz kimi saat qurşaqları arasında 15-15 fərq var. Bakı 50-dədir. Yəni 60 ilə 45-in arasındadır. Gördüyünüz kimi 50 45-ə daha yaxındır. 5 dərəcə fərq var. 60 ilə isə demək 10 dərəcə fərq var. Yəni 4-cü saat qurşağından daha uzaqdadır Bakı. Və yaxud belə də eləyə bilərik. 45 ilə 60 toplaya bilərik. Ədədi ortasını taparıq. 52,5 edəcək. 52,5 bu 2 saat qurşağının ədədi ortasıdır. Bakı yəni 45-in üzərinə 7,5 gəlsək və ya 60-dan 7,5 çıxsa 52,5 edir. Bakı gördüyünüz kimi 52,5-dən kiçik ədəddir. Yəni 45-ə yaxındır. Yəni böləndə 7,5-dən kiçik olanlar bilirəm ki, solda yəni 45-ə 3-cü saat qurşağına yaxın olduğu üçün Bakı 3-cü saatdadır. Bu səbəbdən C-ni 1-ə verdik. Keçdik D variantı. Qonşu saat qurşağı ilə sərhəddi 7,5 dərəcə şərq uzunluğundan keçir. Demək, bu birinci saat qurşağıdır. Çünki birinci saat qurşağı ilə 0 arasında 7,5 dərəcə demək sərhəd xətti var. O zaman D-ni verəcəyik biz. Bura demək bizim cavabımız olacaq 1-ə C, 2-yə D, 3-ə də A variantı, yəni A variantı bizim cavabımız olmuş olacaq. Keçək növbəti sualımıza. 35-ci sual. Xəritə sxeminə əsasən zəlzələ baş vermə ehtimalı yüksək olan əraziləri müəyyən edin. Təbii ki, burada Amerikanın şərqi hissəsidirsə bunları çıxacağıq. Çünki şərqi platformadır, qərbi geosinkronaldır. Avstraliya ərazisini çıxacağıq 5-i. Demək 1, 2, 5 çıxsaq elə cavabımız aydın olacaq. Demək 3-4-dür cavabımız. O da demək litosfer tavalarının toqquşması. Türkiyə və Mərakeş ərazisi göstərilir burada. Afrika və Avrasiya tavalarının əsasən toqquşma sərhəddi və yaxud Ərəbistanda müəyyən qədər o Türkiyə ərazisində təsir göstərir. Yəni cavabımız 3-4-dür. C variantını seçmiş olduq. Keçək növbəti suala. Kəsmə yüksəkliyinin 30 metr olduğu sxemə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Baxırıq 30 metrdirsə, onda nə olacaq? 413-dən kiçik. Demək 30-a tam bölünən ədədi tapmalıyıq. Bölək 413-ü 30-a. Burada gördüyünüz kimi 41-in içində bir dəfədir 30. Çıxsaq 1, 11 bölünmür, 3 gətirək. 3 dəfə demək 99 edəcək. Daha doğrusu 90 edəcək. Buradan da çıxsaq 3, buradan demək 11-dən də 23 qalıq qaldı. Onda belə çıxır ki, 413-dən 23 çıxmalıyıq ki, biz daxili orizontal tapaq və yaxud elə özümüz də fikirləşib tapa bilərik ki, 413-dən kiçik demək təpələrdə aşağı düşürük. Çünki 413 yuxarıdadır. 413-dən kiçik 30-a tam bölünən ədəd götürməliyik. Yaxud da ki, qalığı çıxmalıyıq 413-dən 23 çıxsaq, burada 0 alınır. Demək, sonra 390 edəcək bu da. 11-dən də 2 çıxanda 9 edir. Burada da 3 qaldı. 390. Deməli, daxili orizontalın hündürlüyü 390 metr bərabərdir. Əgər bu 390-dırsa, onda burada neçə ara fərqi var? Gördüyünüz kimi 1, 2 ara, B-yə qədər 2 orizontal eləyir. 30 metr demək, 2-yə vursaq 60. 390-dan 60 çıxsaq, demək, B-nin hündürlüyü 330 olacaq. B-nin hündürlüyü B bərabər olur 330 metrə. A-nın hündürlüyünə baxaq. Deməli, 1, 2, bu 3, bu da 4. 4, 3-ün 12 eləyir, 120. 120 çıxacaq 390-dan. 390-dan 120 çıxsaq, demək 0, 7, bu da 2. 270-də A-nın hündürlüyüdür. 270. Qeyd eləyək bura. A 270 metr hündürlüyə bərabərdir. Demək, bizə lazımdır uyğunsuzluğu təyin edək. Görək bu uyğunsuzluq nədir? Baxaq, A və B nöqtələr arasında hündürlük fərqi 60 metrdir.
Gördüyünüz kimi burada yəni rahatlıqla çıxa bilərik. 0, 13-dən 7 çıxanda 6 eləyir. Burada da demək 2 qalmışdı. 2, 2, 0. Deməli birinci düzdür. Bizə nə lazımdır? Uyğunsuzluq. Doğrunun altından doğru yazılıb. Ona görə 1-i götürmürük. 1 olan variantları avtomatik silirəm. Çökəkliyin təsviridir. Bu yanlışdır. Çünki burada dağ təsvir olunub. Vergişdirik kənaradır gördüyünüz kimi və mərkəzi isə hündürdür. O səbəbdən bu yanlış ifadədir. Amma uyğunsuzluğu soruşduğuna görə doğrunun altından yanlış verilib. Deməli cavabımız 2 ilə başlayır. Onda 3 ilə başlamayacaq. Bu C variantını da silirəm. Xarici horizontalın mütləq hündürlüyü 240 metrdir. Bu 270 metr olanda 30 metrdən bir çəkiləndə 270-dən 30 çıxanda bu elə 240 metr. Bu doğru fikirdir. Bizə doğru hissənin altından doğru yazılan lazım deyil. Çünki bizə uyğunsuzluq lazımdır. Deməli bu doğru verilib deyə 3-ü də çıxıram. 3'ü çıxanda cavabımız olacaq 2, 4, 5 və yanlış olan demək, yanlış olanın altından da yəqin ki 4, 5 doğrudur. Daxili horizontalın mütləq hündürlüyü 390'dır. Doğrudur, amma yanlışın altından yazılıb, pozulub burada. Bir də 5'ə baxaq. Relyef formasının nisbi hündürlüyü 173 metrdir. Nisbi hündürlüyü 413'dən çıxmalıyıq neçəni? 240'ı. Demək, burada qalacaq 3, 14'dən, daha doğrusu 11'dən 4 çıxanda eləcə 7 və burada qalıb 3, 3-dən də 2-nin çıxanda 1 edir. Bu da doğru fikirdir. Amma doğru fikir olsa da nəyin altından yazılıb? Yanlışın altından. Deməli, burada bizim cavablarımız bu olacaq. 6 niyə səhvdir? Şimal yamacı ən az meyilliyə malik olan yamacdır. Şimal yamacı sıxdır, meyilliyi çoxdur. Əsasən harda meyilli yazılır? Məsələn, cənub-şərq tərəfdə, cənub-qərb tərəfdə meyilli yazılır. Horizontallar seyrək çəkilib, orada meyilli yazılır. Yəni, burada bizim cavabımız artıq tam şəkildə aydındır. Keçək növbəti 37-ci sual. Hansı kartoqrafik təsvirdə miqyas daha böyükdür? Ərazi kiçik olanda miqyas daha böyük olur. Bu da Laçın şəhəridir, təbii ki. Çünki digərləri əsasən Qazax, Tovuz, İqtisad rayonunda bir neçə rayon var. Avstraliya materikinin iqlim xəritəsi, Avstraliya nəhəng ərazidə bilirsiniz. 6-cıdır dünya ölkələri içərisində. Materik olaraq düzdür, ən kiçik materikdir. Yəni verilənlərin bütün ərazilərdən böyüdür burada. Digər ərazilərdə Ukraynadır, böyük ərazidir, kür ərazidir. Yəni ən kiçiyi təbii ki Laçında aydın şəkildə görünür. Burada mübahisəyə ehtiyac yoxdur. Sonra keçək 38-ci sual. Şimal yarımkürəsində yerləşən K məntəqəsində günəş şüalarının günorta vaxtı il ərzində minimum düşmə bucağı 36,5-dir. Bu məntəqədə günəş Bakı şəhərindən 80 dəqiqə gec çıxır. K məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin. Burada mən nəyi rahatlıqla tapa bilərəm? Biz bilirik ki, Azərbaycanda günəş şüalarının minimum düşmə bucağı 26,5'dir. Azərbaycan 40 dərəcə şimalda yerləşir. Niyə 26,5'dir? Çünki günəş 23,5 cənub enliyində zenitdə olanda günəşin olduğu enliyə 90 düşür. Həmin vaxt günəş ən az bizə məhz dekabrın 22-sində cənub tropik xəttində olanda düşür. Baxırıq günəşlə bizim aramızda 63,5 dərəcə fərq var. Həmin vaxt bizə 26,5 dərəcə düşür. Niyə? Çünki 90-dan 63,5 çıxanda bizə 26,5 düşür. Amma ona minimum 36,5 düşüb. Bizdən 10 dərəcə çox düşüb. O demək ki, o bizdən 10 dərəcə daha aşağıdadır. Yəni 30-dadır. 30 dərəcə şimal enliyindədir. Bu məlum məsələdir. İndi isə bizdən bu məntəqədə günəş Bakı şəhərindən 80 dəqiqə gec çıxır. Biz bilirik ki, dünya 1 dərəcəni dönməsi üçün 4 dəqiqə zamana ehtiyac var. Yəni 4 dəqiqə vaxt ərzində dünya 1 dərəcə dönür. Amma arada nə qədər fərq yaranıb? 80 dəqiqə fərq yaranıb. 80 dəqiqə neçə dərəcə fərqə malik olur? Deməli, buradan 4x bərabərdir 80. 80-i 4-ə böləndə neçə dərəcədir? 20 dərəcə. Amma biz 50-dəyik. 50 dərəcə şərq zonunda. O bizdən 20 dərəcə geridədir. O 50-dən 20 çıxanda 30 demək edəcək şərq zonluğu. Deməli, onun yerləşdiyi koordinat 30 dərəcə şimal və 30 dərəcə şərq zonluğudur. Bir də yerləşdiyi əraziyə günəşin düşmə bucağını başqa bir yolla da hesablaya bilərik. Məsələn, günəşin düşmə bucağı 90 deyil, maksimum çıxılsın. Məntəqənin coğrafi enliyi burada minimumu soruşanda həmişə 23,5 onun üzərinə gəlirik. Məntəqə şimaldadırsa, şimal enliyindədirsə, günəşi hansı enlikdə götürürük? Cənubda. Bərabərdir, minimum nə qədər düşüb? 36,5. Onda 90-dan 36,5 çıxanda demək, buradan cavab çıxmalıdır 53,5 ki, 90-dan 53,5 çıxaq ki, cavabda 36,5 alsın. Bu 53,5 olmalı. Bunun üçün məntəqə 30 dərəcədə olmalıdır ki, cənubi şimal enliyində olmalıdır ki, üstünə 23,5 dərəcə
Cənub enliyin gələk, cavab alaq 53,5, 90-dan 53,5 çıxar, cavabımız 36,5 alınmış olsun. Yəni bu yolla da düsturda tətbiq edə bilərik. Belə. Sonra 39-cu sual. Doğru olmayan fikri müəyyən edin. Platformanın nisbətən yuxarı qalxmış sahələrində üst çökmə qat nazikdir və burada kristallik bünövrə yer səthinə çıxır. Bu doğrudur. Platformanın qalxan hissələrində çökmə suxurlar ətrafa yayılır, altdan daha möhkəm kristallik bünövrə səthə çıxır. B variantına baxaq. Müasir geosinkronlarda fəal vulkanik adalar, qövsüz, ensiz dərin novlar və qırışıq dağlar yaranmışdır. Bu da düzdür. Seismik ərazilərdə belə bir relyef formaları yarana bilər. Litosfer tağların toqquşma sərhədində. Demək, Qafqaz dağları, cavan dağlar olub, geosinkronal inkişafın son mərhələsi yazılıb. Geosinkronalın 4 inkişaf mərhələsi var. Birinci mərhələsində enmə sahələri yaranır. İkinci mərhələsində enmə ilə yanaşı nisbətən qalxma sahələri olur. Üçüncü mərhələdə qırışıq dağlar yaranır, qalxma. Dördüncü mərhələdə isə əsasən düzənlik mərhələsidir, platforma mərhələsi, dağların dağılma. Qafqaz dağları üçüncü mərhələdədir. Geosinkronalın əsasən inkişafının üçüncü mərhələsindədir. Burada son mərhələ deyil, son mərhələ neçənci mərhələdir? Dördüncü mərhələ. O səbəbdən bu yanlış ifadədir. Yəni cavabımız bizim hansı variantdır? Demək, C variantı olmuş oldu ki, bizə doğru olmayan ifadəni istəyirdi. Keçək növbəti suala. Növbəti sualımız, demək ki, 40-cı sual. Hansı miqyas xəritədə kartoqrafik generalizasiya daha çox olar? Generalizasiya hansında çox olar? Baxırıq. Demək, biz bilirik ki, demək, generalizasiya əsasən nədir? Generalizasiya ümumiləşmədir. Generalizasiya xəritənin yükünün azaldılmasıdır. Generalizasiya əsas obyektlərin saxlanılması, əhəmiyyətsiz olan kiçik obyektlərin atılmasıdır. Demək, buradan belə çıxır ki, miqyas kiçildikcə generalizasiya artır, bir-birinə tərs mütənasibdir. Məsələn, bir var Bakı öz xəritəsi ola, öz xəritəsi. Orada daha az ərazi atılacaq. Bakıdan bir çox obyektlər daha aydın təsvir olunacaq. Çünki ərazi az kiçildiləcək, böyük miqyasda veriləcək, böyük miqyasda. Bir var Azərbaycan xəritəsində Bakı. Bu orta miqyaslı olacaq Azərbaycan. Orta miqyasda orta dərəcədə generalizasiya olacaq. Bir də var dünya xəritəsində Bakı. Dünya xəritəsi nə olacaq? Kiçik miqyaslı. Təbii ki, orada Bakıdan bir çox obyektlər silinəcək. Yəni Bakıda ərazilər daha çox generalizasiya olacaq. Bakı çox kiçik təsvir olunacaq orada. Deməli, buradan generalizasiyanın kəmiyyəti kiçilmə dərəcəsindən asılıdır. Miqyasın məxrəci nə qədər çox böyük ədəd olarsa, yəni ərazi nə qədər çox kiçilərsə, generalizasiyanın kəmiyyəti bir o qədər çox olar. Deməli, generalizasiya miqyasa tərs mütənasibdir. Yəni, miqyas kiçildikcə generalizasiya artır. Amma generalizasiya miqyasın məxrəci ilə, yəni kəmiyyəti ilə düz mütənasibdir. Miqyasın məxrəci nə qədər böyük olarsa, yəni bilirsiniz ki, kəsr ədədlərində surət eynidirsə, məxrəc nə qədər böyüyərsə, ədəd bir o qədər kiçilər. Ərazi kiçildikcə orada atılmaların sayı artır, generalizasiyanın kəmiyyəti çoxalır. O səbəbdən cavabımız bizim D variantı olacaq, 50 milyonluq miqyaslı xəritə. Keçək 41-ci suala. Eyler-Venn diaqramı tamamlayan bəndi müəyyəndir. Devon dövrü, Silur dövrü. Baxaq, hər ikisi hansı geoloji eranın dövrüdür? Paleozoyun. Baxaq, Tets okeanının parçalanması ilə Qara Aralı, bu Kaynozoya aiddir. Bu yanlış ifadədir. Bu bizə Paleozoy dövrünə aid əlamət lazımdır. Kaledon qırışıqlığı mərhələsi. Biz bilirik ki, Paleozoyda 3 dənə qırışıqlıq olub. Baykal qırışıqlığı düşür Kembirindən Ordovikə. Kaledon ondan sonraki iki dövrü, orta dövrlərə aiddir. Elə buradan gəlir Devonla Silur dövrü. Devon, Silur. Sonuncu Hersindir. Hersin də uyğun gəlir, deməli, daş kömür və ya karbon mərhələsi və demək Permə. Demək, burada aydın məsələdir ki, Kaledon mərhələsi uyğun gəlir və bu iki mərhələyə. Sonra keçən növbəti suala, növbəti sualımız bizim 42-ci sualdır. 42-ci sualımız belə olacaq. Demək, mətndə bəhsi keçən materik ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Baxaq, mətndə hansı materikdən bəhs olunur? Cənub yarımkürəsinin bu materiki əsasən qütb qismən isə mülayim işıqlanma qurşaqlarında yerləşir. Burada qütb gecə gündüzləri müşahidə olunur. Materik 3 okeana əhatə olunur. Bu təbii ki,
Antarktidadan bəhs olunur burada. Antarktida uyğunsuzluğu tapmalıyıq Antarktida ilə bağlı. Bütün saat qurşaqlarında yerləşir, doğrudur. Burada uyğunsuzluq yoxdur. Çünki bütün meridianlar, bütün saat qurşaqları gedib orada kəsikirlər Cənub qütbündə. 3 yarım kürədə yerləşir, bəli. Həm Greenwich meridianı kəsir, həm 180 dərəcəlik meridian kəsir. Yəni dünya demək şərqə və qərbə bölünür. Eyni zamanda həmçinin hamısı yarım kürədədir, həm də cənubdadır. Bir dənə şimalda ərazisi yoxdur, 3 yarım kürədə yerləşir. Bu da doğrudur və qarşına doğru yazılıb. Xəritələrinin tərtibi zamanı silindrik kartografik proyeksiyadan istifadə etmək daha məqsədə uyğundur. Yanlışdır. Bu azimutal proyeksiyadır, qütb ətrafı. Silindrik proyeksiyada ekvatorda yerləşən materiklər təsvir olunur. Amma qabağında yanlış yazıldığına görə uyğunluq pozulmayıb. Yəni uyğunsuzluq deyil. Geoloji keçmişdə qədim Lavrasiyanın tərkib olub. Bu da yanlış fikirdir. Qabağında da yanlış yazılıb. Çünki Antarktida keçmiş dövrdə demək Gondvananın tərkib hissəsi olub. Y variantına baxaq. Sahəsinə görə ən kiçik materik hesab olunur. Bu doğru yazılıb, amma yanlışdır. Çünki sahəsinə görə dünyanın ən kiçik materiki hansıdır? Avstraliyadır. O zaman cavabımız hansı olacaq? Y variantı olacaq. Keçək 43-cü suala. Cədvələ asılan uyğunluğu müəyyən edin. Konturlu şərti işarələr. Uyğunluq soruşur, amma bu dəfə diqqətli olmalıyıq. Demək, konturlu şərti işarələr, kolluq, bəli. Demək, torpaq üzərinə geniş miqyasda yayılmış, yəni geniş ərazini əhatə edən, demək, hansısa bir bitki örtüyü varsa, şoranlıq, qumluq, çəmənlik, yəni üfüqdə baxanda qarşımızda açıq, aydın, geniş əraziyə yayılmış bütün demək, obyektlər hansı konturlu şərt işarələrlə verilir. Sonra şose yolu gördüyünüz kimi xəttidir. O səbəbdən bu yanlışdır. Üzümlük doğrudur. Bu da torpaq üzərinə geniş yayılmış bir demək, bağdır, yəni ki. Sonra keçək miqyassız şərt işarələrə. Miqyassız şərt işarələrdə demək, əkin yeri verilib. Əkin yeri ilə konturludur. Yəni torpaq üzərində geniş yayılmış üfüqdə eni və uzunu olan, nisbətən baxdıqca qarşımızda belə geniş sahəni əhatə edənlər hamısı konturludur. Zığır xəttidir. Bu səhvdir. Çünki bizə miqyassız lazımdır. Zığır düzdür, eni kiçik olsa da miqyasa uyğun kiçilmir. Orada miqyassız verilir eni. Amma uzunluğu böyük olduğu üçün miqyaslı verilir, xətti verilir. Yəni miqyaslı xətti şərt işarələrinin uzunluğu miqyasa uyğun kiçilə bilir deyə miqyaslı sayılır. Taxta körpü miqyassızdır. Demək, buradan da cavabımız 6 olacaq. Yəni cavabımız 1-3-6-dır, D variantı. Demək, öz əksini tapıb doğru variantlar sırasında. Sonra keçək növbəti sualımız 44-cü suala. 44. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyənləşdirin. Baxaq, alt mantiyada temperaturun yüksək olmasına baxmayaraq, maddələr böyük təzyiq altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Bu nüvə kimidir. Bəli, bu doğru fikirdir. Deməli, birincisi doğru ilə başlayacaq. Doğru ilə başlayan olmayan variantları silək. Demək, bizim 3 variantımız qaldı. Sakit okean istisna olmaqla digər böyük litosfer tavalar həm materik, həm də okean tiplidir. Bu da doğrudur, təbii ki. Çünki okeanların bir hissəsi suyun altında, daha doğrusu materiklərin bir hissəsi suyun altındadır deyə, məsələn, Amerika tavası ilə, məsələn, Şimali Amerikanın, Avrasiyanın qərb hissə, Şimali Amerikanın şərqi, Avrasiyanın qərbi Atlantikin altındadır. Deməli, o hissədə qranit yoxdur, amma özlərində və sahilə yaxın hissələrində qranit var. Məsələn, Afrikanın ətrafına baxsa, bir hissəsi Atlantikin altındadır, bir hissəsi Hind okeanının altında. Yəni, litosfer tavalar xəritəsindən baxa bilərsiniz ki, materik tipli tavaların bir hissəsi suyun altındadır. O hissələrdə əsasən qranit yoxdur deyə, məhz o hissələr okean tiplidir. Amma materikin suda görünən hissəsi və sahilə yaxın materik dayazlığı, materik yamacı və materik ətəyində isə qranit var deyə, demək, onlar qarışıq tipli sayılır. Deməli, cavabımız doğru ilə başlayacaq. Ona görə A variantı da getdi. Sonra Ant dağları Peru və Novu, Sakit okean və Nazca litosfer tavalarının divergent sərhədində yaranmışdır. Birincisi, Ant dağları divergentdə deyil, konvergentdədir. Hansı ki, Nazca tavasının Cənubi Amerikanın toqquşma sərhədində. Deməli, bu hissə yanlış olacaq. Demək, bu daha uyğun gəlir. Demək, bu hissə getdi. Cavabımız Y variantı olacaq çox güman. Və yer qabığı ilə üst mantiyə arasındakı sərhəd Konrad sərhədidir. Yer qabığı ilə üst mantiyə arasındakı sərhədin Oxo sərhədidir. Demək, bu da yanlış ifadə oldu. Demək, cavabımız olacaq hansı? Y variantı. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Demək, 11-ci saat qurşağı. 11-ci saat qurşağı necə tapırıq? 1 saatın qiyməti neçədir? 1 saatın qiyməti 15 dərəcədir, düzdürmü?
11 saatın qiyməti necə? 11 saatın dərəcə qiymətini necə tapırıq? 11-i vuracağıq 1 saatın qiymətinə. Eləyəcək x dərəcə, x dərəcə. 11-i 15-ə vuranda 165 edəcək. Və 165 dərəcə demək 11-ci saat qurşağının əsas meridianıdır. Onda 165-ə yaxın olan ədədlər, şərq uzunluğuna yaxın olan ədədlər 11-ci saata aiddir. Bilirsiniz ki, 11-ci saat qurşağı Greenwich'dən sağda yerləşir, yəni şərq yarımkürəsindədir. Ondan 7,5 dərəcə sola və 7,5 dərəcə sağa olan bütün coğrafi uzunluqlar məhz 11-ə aiddir. Baxıram, 158 şərq, 165 ilə 158-in arasında 7 dərəcə fərq var. Yəni 7,5-dən demək kiçik ədəddir, 7 dərəcə fərq. O səbəbdən elə bu 158, yəni 11-ci saata aiddir. Belə də tapa bilərəm. 158-i bölə bilərəm 1 saatın qiyməti 15-ə. O zaman neçə dəfə eləyəcək? 10 dəfə. Vursam 150 edir. Qalıq 8 edir. Gördüyünüz kimi qalıq 7,5-dən böyükdür deyə üstünə 1 əlavə edirəm və nəticə etibarilə olur 11-ci saat qurşağı. Ona görə birinci düzdür. Keçirəm ikinciyə. Demək, ikincidə 111 dərəcə qərb uzunluğu. Elə eyni ilə onu da o qaydadan istifadə edirəm. 111-i bölürəm neçəyə? 15-ə 1 saatın qiymətinə. Amma qərbdə onun diqqətli olmalıyam. Çünki qərbdə böləndən sonra 24-dən çıxmalıyıq. 111-i 15-ə böləndə demək 7 dəfə edəcək. 7 5-in 105 edir. Qalıq orada 6 qalır. Deməli 7,5-dən kiçik ədəd olduğu üçün qisməti olduğu kimi saxlayıram. Amma 24-dən 7-ni çıxıram. 24-dən 7-ni çıxanda demək neçə eləyəcək? 17-ci saat uşağı eləyəcək. 17-ci saata uyğuncusu xeyr, 17-yə uyğun verilməyib. Onda bu yanlış ifadədir. Keçəcəyik 3-cüyə baxaq. 88 dərəcə şərq uzunluğu verilib demək 18-ci saatda. Biz bilirik ki, Greenwich'dən sıfırdan sağa doğru 180-ə qədər, yəni 1-dən tutmuş 15 dərəcə şərq uzunluğundan 165 dərəcə şərq uzunluğu 11-ci saata qədər, demək 11-ci saata qədər olanlar, yaxud rum rəqəmindən qeyd elədim. Demək, biz bilirik ki, bir də açıq şəkildə yazaq. Sıfırdan 180-ə qədər, yəni hansı ki 1-ci saat 15 dərəcə şərq uzunluğundan 165 dərəcə şərq uzunluğuna qədər, 1-ci saatdan 11-ci saata qədər olanlar şərqdədir. Amma 12-ci saat hansı ki o 180 dərəcəli meridiandır, 180-i 15-ə böləndə 12 eləyir. Yaxud da ki, ümumiyyətlə çevrənin yarısı 360, yarısı 180, günün də yarısı 24 saatın yarısı 12 eləyir. 12-dən böyük 13-cü saat 165 dərəcə qərb uzunluğundan, demək 23-cü saata qədər olanlar hamısı qərbdədir. Burada görürsünüz ki, şərq uzunluğu verilib, amma saat 12-dən böyükdür. Təbii ki, bu yanlışdır. 12-dən böyük olanlar hamısı qərb tərəfdədir. Bir dənə 24-cü saat qurşağı həm qərb, həm şərqə düşür. Sonra keçdik, demək, bu da yanlış idi, 2 də yanlış idi, 3 də yanlış oldu. Keçək 4-cü. 2 dərəcə qərb uzunluğu 21-ci saatdır. Biz bilirik ki, 0-cı dərəcə 24-cü saat qurşağıdır. Onun 7,5 dərəcə sağı şərq uzunluğu, 7,5 dərəcə solu qərb uzunluğu hamısı ona aiddir 24-də. Amma burada görürsünüz 2 dərəcə qərb uzunluğunu verib 21-ci saatda. Bu yanlışdır. 21 saat quşağının orta meridianı belədir. 21-i 24-dən çıxacaq. 3 eləyəcək. 3-ü də vursaq 15-ə 45 edəcək. Deməli 45-ə yaxın olmalıdır. 45-in 7,5 sağ solu olmalıdır. Yəni 52,5 və 37,5. Buradan aydın məsələdir ki, bu cavab deyil. 4 də yanlışdır. Keçirik 5-ə baxırıq. 98 dərəcə şərq uzunluğu 7-ci saatdır. Bəli, bu doğrudur. Niyə? Çünki 98-i 15-ə böləndə 6 dəfə eləyir. 90. Amma qalıq 8 edir. 8 7,5-dən böyük olduğu üçün üzərinə 1 əlavə edəcəyik. Olacaq 7-ci saat qurşağı. Deməli, bir cavabımız 5-dir. Biri oldu 1, 1, 5, 1, 5-ci. Sonra keçək 6-ya. 67 dərəcə qərb uzunluğu deyil 20-ci saatdır. 67-ni bölsək 15-ə. 4 dəfə 60. Qalığımız 7 eləyir. 7,5-dən kiçikdir. Elə olduğu kimi saxlayırıq. Amma 4 qərb uzunluğunu bölmüşük deyə 24-dən 4-ü çıxacaq. Cavabımız olacaq 20. O zaman bu da doğru verilmişdir. Demək, cavabımız 1-5-6-dır. 1-5-6-nın olduğu variant isə hansı variantdır? Demək, A variantıdır. Keçək növbəti suala, 46-cı sual. Aşağıdakılardan hansının üzərində qütb ulduzu Polaris daha böyük buzaq altında görünür? Biz bilirik ki, qütb ulduzu dünyada şimal yarımkürəsində görünür. Şimal yarımkürəsindən şimal qütbünə 90 dərəcə buzaq altında düşür. Şimal qütbünə 90 dərəcə buzaq altında düşür.
Deməli, sənə o obyektə nə qədər yaxınsınsa, bir o qədər daha çox işıq və qütb ulduzu görmüş olursan. Bu da ekvator deyil. Çünki ekvatora ümumiyyətlə düşmür. Çünki ekvatorla qütb arasında 90 dərəcə fərq var. 90 dərəcədən 90-a çıxanda uzaqlıq məsafəsində ekvatora 0 düşür. Cənub yarımkürəsində ümumiyyətlə düşmür. Məsələn, deyək ki, cənub tropik xətti. Məsələn, cənub tropik xətti 23,5 cənubdadır. 90 şimalla 23,5 toplayanda 113,5 edir. 90-dan 113,5 çıxsa uzaqlıq məsafəsini, demək bu tropikə qütb ulduzu düşə bilməz. Demək, burada ən yaxın qütbə şimal qütb dairəsidir. 66,5 dərəcə. 66,5 ilə qütb arasında 23,5 var. 90-dan da 23,5 çıxsa, cavabımız olacaq 66,5. Yəni 66,5-ə 66,5 dərəcə düşür. Ən yaxında odur. Ümumiyyətlə, şimal yarımkürəsində hansı enlikdə durmuşsansa, qütb ulduzunu həmin enlikdə görürsən. Yəni sən qütb ulduzunu neçə dərəcə bucaq altında görürsənsə, sən həmin enlikdəsən və yaxud hansı enlikdəsənsə, qütb ulduzunu həmin bucaq altında görürsən. İstəyirsiniz Azərbaycan üzərində bunu sizə izah edeyim. Məsələn, Azərbaycan 40 dərəcə şimalda yerləşir. Qütblə Azərbaycanın arasında 50 dərəcə fərq var. Azərbaycan qütbdən 50 dərəcə aşağıdadır. Qütbə günəş şüası, daha doğrusu, qütb ulduzu 90 dərəcə düşür. 90-dan 50-ni çıxanda bizə 40 dərəcə qalmış olur. Belə. Sonra digər sual belədir. Miqyassız, konturlu və xətti şərti işarələr uyğun gələn coğrafi obyektlər müvafiq olaraq ardıcıllıqla göstərin. Miqyassız kiçik ərazilərdir. Məsələn, metal körpü ola bilər. Sonra teləqüllə ola bilər. Metal körpü, teləqüllə, təkkol. Bunlar əsasən B, C, D variantlardır. Konturlu şərt işarələrə baxacaq. Şoranlıq düzdür, uyğun gəlir. Çəmənlik də uyğun gəlir. Amma avtomobil yolu uyğun gəlmir. Deməli, D variantı getdi. Bu birli variantlar birinci konturla başlayır. Ona görə A-nı sildim. Bunlar deməli deyil heç birisi. Keçək xəttiyə. Üçüncü xətti olmalıdır. C variantında yel dəyirmanı gəlir. Yel dəyirmanı xətti deyil, o da miqyassızdır. Onu da siləndə cavab qalır B variantı. Metal körpü həqiqətən miqyassızdır. Körpülər yolun eninə deyə qısa olur. Yolun uzunluğu xəttidir, yəni miqyasa uyğun keçilə bilir, eni yox. Şoranlıq geniş əraziyə yayıla bilər, doğrudur. Bir də Suvarba kanalda xəttidir, cavabımız olacaq B variantı. İcmal xəritələri müəyyən edin. İcmal xəritələr hansı xəritələrdir? Demək, xəritələr miqyasına görə 3 qrupa bölünür. Birinci qrup böyük miqyaslılardır. Böyük miqyaslılarda kiçik ərazilər verilir. Kiçik ərazilər əsasən hansı miqyaslar arasında təsvir olunur? Deyək ki, 1 bölünsün 10 min ilə 1 bölünsün 200 min arasında. Bunlar böyük miqyaslılardır. İkinci, əsasən orta miqyaslılardır. Bunlar 1 bölünsün 200 min ilə 1 bölünsün 1 milyon arasında olanlardır. Demək, bunlar orta miqyaslıdır. Ki, böyük miqyaslı xəritələrə deyirlər topografik. Orta miqyaslılar icmal topografik. Aydın məsələdir ki, üçüncü qrup icmal xəritədir. İcmal xəritələr kiçik miqyaslı olur. Kiçik miqyaslar, əgər xəritənin miqyası 1 bölünsün 1 milyon və ondan da kiçikdirsə, yəni içində milyon varsa, deməli bu icmal xəritədir. İcmal xəritələrdə həmişə böyük ərazilər təsvir olunur. Böyük ərazilər ona görə çox kiçildilməlidir ki, həqiqi sahəsi böyük olduğu üçün xəritəyə yerləşdirmək üçün onu kiçiltmək məcburiyyətində qalırıq. Bu səbəbdən böyük miqyaslar əsasən kiçik miqyasda təsvir olunur və onlara necə xəritələr deyirlər? İcmal xəritələr deyirlər. Ümumi yer səthini adətən bəzən yarım kürələri və ya hansısa materik və okeanı əhatə etmək üçün icmal xəritələrdən istifadə olunur. İcmal xəritələr müəyyənləşdirəndə o zaman biz məxrəci böyük olanları götürəcəyik. Çox kiçildilmiş, məsələn 5 milyon, 3 milyon 500 min və yaxud 20 milyon, yəni 6, 5, bir də 3'ü seçmiş olacaq. 3, 5, 6 da bizdə B variantında öz əksini tapıb keçək 49-cu suala. 49-da müşahidəçi 270 dərəcəlik azimutla, demək müşahidəçi 270 azimutla gedibsə qərbə doğru, çünki 270 dərəcəlik azimut qərb istiqamətidir. 270 dərəcəlik azimutla 10 kilometr, getdi 10 kilometr. Sonra isə cənuba doğru eyni miqdarda, cənub aşağıya doğru təbii ki 10 kilometrdə cənuba gəlir.
İndi bizdən soruşur ki, o başlanğıc məntəqəyə ən qısa yolla hansı istiqamət vacib mütləq qaydar? Təbii ki, o bura getməlidir. Biz bilirik ki, üfüqdə o hansı istiqamətdir? Şimalla şərqin arası buradır. 45 dərəcəlik azimutla qayıtmalıdır. Məlum məsələdir. Yəni cavab şimal-şərq 45 dərəcəlik azimut olacaq. D variantı əvvəlki məntəqəyə qayıtmaq üçün o yolu seçməlidir. Sonra keçək 50-ci sualın özünə. Greenwich meridianı ekvator xətti və tropik xəttlərinin hər biri ilə kəsişən yeganə materik hansıdır? Demək, Greenwich ilə ekvator xəttinin kəsişdiyi yeganə materik Afrikadır. Çünki Afrika həm yerin mərkəzində yerləşir, elə buradan görünür də zaten. Demək, həm yerin mərkəzində yerləşir, həm də onun qərb hissəsindən Greenwich demək keçmiş olur. Greenwich meridianı ekvator və tropiklər. Onun şimalından şimal tropik xətti, cənubundan da cənub tropik xətti demək kəsib keçir. Bu səbəbdən demək biraz tropik xəttini qeyd eləyək demək. Tropik xətti demək şimal tropik xətti demək kəsib keçdi. Bir də hansı Greenwich kəsdi, bir də gördüyünüz kimi ekvator xətti kəsdi. Bu əsas xəttlər məhz ekvator demək Afrikanı kəsir. O zaman cavabımız bizim B variantı olmuş olacaq. Keçək növbəti sualımıza 51-ci sual. Xəritə sxemasına A və B məntəqələr arasında məsafə miqyası 1/20 milyon olan xəritədə nə qədər olar? Gördüyünüz kimi 20 milyondur. 20 milyondan vergülü 5 rəqəm sağdan sola dəyişirik. Niyə? Çünki 1 kilometr 100 min santimetrə bərabərdir. 100 min santimetrə bərabər olduğu üçün biz santimetrdən kilometrə çevirəndə ədədi 100 minə bölməliyik. Ədəd yuvarlaq ədədə bölündüyü üçün sadəcə vergüllərin yeri dəyişir. Vergüldən sonra əsasən qalan ədədlər 0 olduğu üçün demək sıfırları atırıq. Qalır 1 santimetrə nə qədər ərazi? 200 kilometr. 200 kilometr. Bizdən soruşur ki, A və B məntəqələr arasında məsafə miqyası 1/200 kilometr olan miqyas xəritədə nə qədər olar? Baxırıq A-ya, B-yə. Biri demək ekvator üzərindədir. Digər isə 40 dərəcə şimaldadır. Demək aralarında 40 dərəcə fərq var. 1 dərəcənin qiyməti meridianal istiqamətdə 111 kilometrdir. 40 dərəcənin əsasən istiqaməti 4440 kilometrdir. O zaman 1 santimetrə uyğun gələn məsafə 200 kilometrdir. 4440 kilometr isə neçə santimetrə bərabərdir? 2 santimetrə. O zaman tənasüb şəklində ya da ki düsturda tətbiq edirik. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə olsun miqyas düsturuna. Miqyas 200-ə bərabərdir. Xəritədəki məsafə məlum deyil. Burada həqiqi məsafə məlumdur 4440. Yaxud da bu şəkildə eləyəcək. Fərq etməz, eyni şeydə olsun da. O zaman nə edəcəyik? Demək 4440-ı böləcəyik neçəyə? 200-ə. Sıfırlar buradan xısa getdi. Demək 44-ün içində 22 dəfədir. Demək 40. Qaldı 4. Bir dənə 4-ü gətirdi 2 dəfə. Eləyəcək yenə 40. Qalıq 4 qalır. Bölünmədiyinə görə bura bir vergül atırıq. 0. Cavabımız olacaq 22,2 santimetr. Cavabımız yəni B variantı olmuş olur. Keçək 50-ci sual, 52-ci suala. 52-ci sualımız belədir. 50 dərəcəlik paralel üzrə yer öz ox ətrafında fırlanma sürəti demək 1075,5 km/saat olarsa bu paralelin 1 dərəcəlik qövsünü hesablayın. Demək biz həmişə bilirik ki, orta fırlanma sürəti 1 saata görə təyin olunur. 1 saatın qiyməti neçə dərəcədir? 15 dərəcədir. Deməli orta fırlanma sürəti 1075,5 isə deməli 15 dərəcəni fırlanan zaman o paralel öz yerində neçə kilometr dönür? 1075,5 kilometr. Çünki 1 saata o qədər dönür. 1 saatın qiyməti 15 dərəcədir. Deməli 1 saat ərzində 1075,5 kilometr dönürsə, deməli neçə dərəcə dönür? 15 dərəcə. Bizdən soruşuyoruz ki, bəs 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir? 15 bu qədərsə 1 dərəcəsi də x-dir. Demək ki, o zaman 15-i x-a 1075,5-i 1-ə vururuq və x-i tapmaq üçün 1075,5-i böləcəyik neçəyə? 15-ə. Və yaxud belə əzbərə də yadımızdadırsa, 50 dərəcəlik paralel qövsünü əsasən necə təyin edə bilərik? O bizdən biraz şimaldadır, bizdən biraz qısadır. Bizdə 1 dərəcəlik qövsün uzunluğu 40 dərəcəlik paraleldə 85,4-dür. Onda isə olacaq 71,7 kilometr A variantıdır. Belə də tapa bilərik, amma qaydası belədir. Yəni 1 dərəcəlik qövsün uzunluğunu tapmaq üçün 1 saatın
ümumi göstəricisini 15-ə yəni bölməliyik. 1 saat ərzində nə qədər fırlanıbsa, yenə cavabımız 71,7 kilometr alınmış olacaq və cavabımız A variantı olacaq. Keçək növbəti suala. Çökmə mənşəli süxurlardan verilmiş metamorfik süxurlar müəyyən, çevrilmiş metamorfik süxurlar müəyyən edin. Gips metamorfik süxurları soruşur. Birinci onu yadımızda saxlayaq. Gips metamorfik deyil, çökmə süxurdur. Mərmər çevrilmiş süxurdur. Əhəng daşından çevrilib. Əhəng daşı çökmə mənşəlidir. Bu isə metamorfikdir. Deməli, cavabın biri 4-dür. Keçək ikinciyə. Qneis qranitdən çevrilib. Qranit maqmatikdir. Maqmatik olduğu üçün qneis ola bilməz. Çünki bizə çökmə süxurdan çevrilmə lazımdır. Çökmədən metamorfikə çevrilməsi lazımdır. Sonra kvarsit qum daşından çevrilir. Qum daşı çökmədir. Deməli, cavabın biri 5-dir. 4-5. Yanar şis çökmə mənşəlidir. Çökmədir. Demək, yanar şis çökmə olduğu üçün o metamorfik hesab oluna bilməz. Demək, gilgilli şistə çevrilsəydi, o seçə bilərdik, amma burada deyil. Sonra cavabımız, yəni o qeyd elədiyi cavabımızı. Sonra 54-cü sual. A və B məntəqələri müvafiq olaraq 4 dərəcə qərb uzunluğu və 9 dərəcə şərq uzunluğunda yerləşirlər. A məntəqəsinin yerləşdiyi saat qurşağının qərb, B məntəqəsinin yerləşdiyi saat qurşağının isə şərq sərhəddi arasındakı məsafəni müəyyənləşdirməliyik. Baxaq, burada birinci Greenwich'imizi həmişə qeyd eləyək. Ən vacib şey. Burada 9 dərəcə şərq uzunluğu, digər isə neçə dərəcə qərb uzunluğundadır? 4 dərəcə qərb uzunluğunda. Aralarında gördüyünüz kimi neçə dərəcə fərq var? 13 dərəcə fərq var. 1 dərəcə bilirsiniz ki, dünya fırlananda neçə dəqiqə vaxt gedir? 4 dəqiqə. 13 dərəcəyə nə qədər vaxt gedər? Vursaq 13-ü 4-ə, x dəqiqə edəcək. Buradan tənasüb şəklində əldə etsək, x bərabər olacaq. 4-ü vuraq 13-ə, 4 üçün 12, 2 adıdır 1, ya 4 birində, o da 1, 5. Deməli, bunlar arasında 52 dəqiqə vaxt fərqi var. Öz aralarında 52 dəqiqə vaxt fərqi var. İndi isə baxaq, bizdən nə istəyir həmçinin? Deyir, bunların yerləşdiyi saat qurşaqları ilə bunların öz aralarındakı yerli vaxt fərqi arasındakı yəni zamanı müəyyənləşdirib. Baxaq, A məntəqəsi, A və B məntəqələri. A 4 dərəcə qərb uzunluğundadır. Ardıcıllığa baxsaq əgər, A buradadır. B isə demək 9 dərəcə şərqdədir. Bizdən deyir, A məntəqəsinin yerləşdiyi saat qurşağının qərb. İndi gələk A-nın yerləşdiyi saat qurşağını tapaq. A 4 dərəcə qərbdədir, 0-a çox yaxındır, yəni 24-cü saata yaxındır. Çünki 0-ın 7,5 sağ solu ona aiddir. Onun qərb sərhəddi 7,5 edir, qərb uzunluğu. Şərq sərhəddi 7,5 sağdır. A məntəqəsinin yerləşdiyi saat qurşağının qərb sərhəddi. 0-ın qərb sərhəddi 7,5 dərəcə qərbdir. İndi 9-a baxaq. 9 demək 24-cü saat qurşağı ilə 1-ci saat qurşağı 15 dərəcə şərq uzunluğu arasında yerləşir. Ancaq görürük ki, 9 15-ə daha yaxındır. Çünki onun arasında cəmi 6 dərəcə, 0 ilə onun arasında 7,5 dərəcədən böyük fərq var. Çünki 15 ilə 0-ın arası, yəni 24 ilə 1-ci saat qurşağının arası 7,5-dir. Amma 9 ondan böyük ədəddir. Yəni 9 0 ilə 9 dərəcə fərqə malikdir. Amma 15 ilə, yəni 1-ci saat qurşağının 6 dərəcə. O səbəbdən onu 15-də götürəcəyik. İndi deyək ki, B məntəqəsinin yerləşdiyi saat qurşağının şərq sərhəddi. Onda 1-ci saat qurşağının, yəni 15-in üzərinə 7,5 gəlirik. Çünki onun sol tərəfi 7,5 isə sağı 7,5 sağ tərəfdədir. Bu da eləyəcək 22,5. Deməli, 1-ci saat qurşağının sol tərəfi 7,5 şərq, sağ tərəfi isə 22,5 şərqdir. Deyir, B-nin sağı. B-nin sağı 22,5 şərq, A-nın solu isə 7,5 qərbdir. 22,5 şərq ilə 7,5 qərb eləyir neçə dərəcə? 30 dərəcə. 30 dərəcədə bildiyiniz kimi 2 saata bərabərdir. Çünki 1 saat 15-dir. 30-15-ə bölsə 2 saat. 2 saat edir. 2 saatin də dəqiqə ilə qiyməti nə qədər eləyəcək? 120 dəqiqə. Deyir ki, bunların verilən, yəni bu zaman fərqi ilə onlar arasında yerli vaxt fərqi arasında nə qədər dəqiqə fərqi var? Ondan da çıxacaq neçəni? 52-ni. Bu da 68 dəqiqə zaman fərqinə sahib olacaq. Gördüyünüz kimi 0-dan 2 10-dan 2 çıxanda 8, qaldı 11, 11-dən də 5 çıxanda 6 elir. Yəni 68 dəqiqə zaman fərqləri olmuş olacaq bu verilən sualın cavabı. Sonra, yer kürəsinin sxemindəki vəziyyətinə əsasən hansı enliklərdə günəş şüalarının düşmə uzaqlığının 60-dan böyük olduğunu müəyyən edin. Baxırıq, 60-dan böyük olduğunu təyin etsək,
Günəş şüası görürsünüz cənub tropik xəttindən düşüb, yəni 22 dekabrda. 22 dekabrda cənub tropik xəttindən günəş şüaları neçə dərəcə uzaqlığında düşür? 90. Əgər bir obyektə 60-dan böyük düşürsə, deməli o obyekt cənub tropikindən 30 dərəcədən çox uzaq ola bilməz. Yəni 30 dərəcə uzaq olsa 90-dan 30-u çıxsa 60 düşür. Bu el deyir ki 60-dan böyük olmalıdır. Deməli həmin o obyektlərin yerləşdiyi coğrafi enliklər 23,5 dərəcə cənub enliyindən olan məsafələri, uzaqlıq məsafəsi mütləqa 30-dan kiçik ədəd olmalıdır. O zaman həmin o obyektlər arasında dərəcə fərqini tapsaq, elə ədədlər seçməliyik ki, 23,5 ilə onun arasında 30 dərəcədən çox uzaqlıq fərqi olmasın. Çünki 30 və ondan böyük məsafədə uzaqlıq olanda 90-dan həmin uzaqlıq məsafəsini çıxanda 90-dan çıxanda təbii ki 60-dan kiçik ədəd alınır. Məsələn 5-i yoxlayaq. Deyək 5 dərəcə şimal enliyi. Bu ekvator. Bu da 23,5 dərəcə cənub enliyi olsun. Günəş buradadır, gördüyünüz kimi. Aralarında nə qədər dərəcə fərqi var? Biri şimalda, biri cənubda toplayırıq. 28,5. Məlum məsələdir ki, bura 90 düşür. Ondan 28,5 dərəcə uzaqda olan məntəqəyə 90-dan 28,5 çıxsaq 100% 60-dan böyük ədəd alınacaq. 61,5. Yəni bu aydın görünür ki, bu 60-dan böyük uzaqlığında düşdü. Bizə də 60-dan böyük olanları seçmək lazımdır. Biri 1-dir. Sonra keçək ikinciyə. 30 dərəcə cənub enliyi. 30 dərəcə cənub enliyi 23,5-ə çox yaxındır. Aralarında cəmi 6,5 fərq var. 90-dan 10 çıxanda, yəni 83,5 alınır. Yəni böyük ədəd alınır. Ona görə 2-ni götürəcəyik. Digər cavabımız da elə 8 dərəcə cənubdur. Çünki 23,5-ə daha yaxın ədəddir. Aralarında az fərq var. 90-dan çıxanda daha az fərqə malik olacaq. Digərləri hesablayaq. Məsələn 10 dərəcə şimal götürsək. 23,5 ilə toplayanda eləyir, biri şimaldadır, biri cənubdadır deyə toplayırıq. Eləyir 33,5. 90-dan çıxanda gördüyünüz kimi 60-dan kiçik ədəd alındı və digərləri də elədi. O səbəbdən bizim cavabımız 1, 2 və 6 olmuş olacaq ki, mütləq bu enliklərə Günəş cənub tropikində zenitdə olanda demək 60-dan böyük uzaqlığında düşmüş olur. 56-cı sual. Şimal tropik xəttini şimal qütb dairəsindən fərqləndirən xüsusiyyətlər. Baxırıq. Şimal tropik xətti haradır? Ekvatordan şimala 23,5 dərəcə şimal enliyi. Deyir ki, şimal tropik xəttini şimal qütb dairəsindən nə fərqləndirir? Qütb dairəsi isə 66,5 şimal enliyidir. 1 dərəcəlik qövsün uzunluğu Bakı şəhərinin yerləşdiyi paralel 1 dərəcəlik qövsün uzunluğundan daha çoxdur. Niyə? Çünki Bakı 40-da yerləşir. Bakının yerləşdiyi paralel 66,5-dən uzun, 23,5-dən kiçikdir. Çünki 23,5 yerin mərkəzindən daha yaxındır. Yer mərkəzindən daha böyük sahəni əhatə edir, o zaman mərkəzə yaxın paralellər daha uzundur. Ona görə bu düzdür. 1 dərəcəlik qövsün uzunluğu da, ümumi paralelin uzunluğu da Bakının yerləşdiyi paraleldən böyükdür. İşıqlanma qurşaqlarının sərhəddini təşkil edir hər ikisi. Biri tropikdir, o birisi isə qütb və mülayim. Biri tropiklə mülayimi təşkil edir. Tropiklə mülayimin sərhəddini. Digəri isə mülayimlə qütbün sərhəddini təşkil edir. Bu oxşar cəhətdir. Bunu çıxırıq. Avrasiya və Afrika və Şimali Amerika materikləri ilə kəsişir. Demək, təbii ki, şimal qütb dairəsi Afrika ilə kəsişmir, amma tropik kəsişir. Hər üçü də doğru fikirdir. Günəş ildə bir dəfə zenitdə olur, bəli, amma qütb dairəsində zenitdə ola bilməz. Günəş şüaları hər zaman üfüqün cənub tərəfində düşür. Hər zaman cənub tərəfində düşmür, çünki ildə bir dəfə düz onun üzərinə 90 dərəcə bucaq altında düşmüş olur. O səbəbdən bu ifadə yanlış ifadədir. Bizim cavabımız olacaq 1, 3, 4. Çünki tropik xəttində bir dəfə tam yuxarıdan, perpendikulyar şəkildə görünür. Sonra uyğunluğu müəyyən edin. Bu il 2025-ci ilin birinci blokuna da düşmüşdü. Kriptozoy, fanerozoy. Kriptozoy gizli həyatdır. Qədim həyat, arxa ilə proterozoy həyat edir. Bura nələr daxildir? B variantı daxildir. Bir də gizli həyat adlanır. Çünki o dövrdə yaşamış canlılar dövrümüzə qədər gəlib çatmayıb. Çox kiçik onurğasız olduğu üçün məhv olsa da təbiətdə izləri tapılmamışdır. Bu səbəbdən qədim eraları araşdırmaq, öyrənmək daha çətindir. Haqqında dəqiq məlumat yoxdur. Amma qalan digər hadisələr burada gördüyünüz kimi alt dağıl mərcanımız Kaynozoyda baş verib. Ersində demək Paleozoydadır. Sonra Tiras və Yura Mezoya aiddir D variantı. 4-cü dövr uzlaşması da Kaynozoya aiddir. Deməli 1-ə olacaq BC, 2-yə də A, D, Y variantları uyğun gəlir. Nəhayət situasiyamıza gəldik.
Situasiya belədir. Bakıdan cənub istiqamətində hərəkətə başlayan səyyahın çatdığı M məntəqəsi ilə cənub tropik xətti arasındakı ən qısa məsafə 4828,5 kilometrdir. Şimal yarımkürəsində yerləşən bu məntəqədə günəş il ərzində əsasən üfüqün cənub tərəfində görünsə də, qısa müddət üfüqün şimal tərəfində görünür. Buna əsasən suallara cavab verməliyik. Biz bilirik ki, Bakı neçə dərəcə şimaldadır? 40 dərəcə şimaldadır. Bakıdan cənuba doğru hərəkət edib, amma M məntəqəsi hansısa bir şimal demək ki, yarımkürəsində hansısa bir enliyə çatıb, amma həmin enliyi bilmirik. X enliyi yazırıq. X enliyi Bakı 40 dərəcə şimal enliyindədir. Demək, ekvatordan aşağı keçməyib, cənuba keçməyib. Və cənub tropiki ilə, yəni 23,5 dərəcə cənub enliyi ilə onun arasında neçə kilometr fərq var? Demək, 4828,5 dərəcə. Biz bilirik ki, 1 dərəcənin qiyməti 111 kilometrdir meridianal istiqamətdə. O zaman 4828,5-i 111-ə bölərək, demək, 1 dərəcənin qiymətini tapmalıyıq. Baxaq, demək, bölək 4 dəfə edir ilk onca 444. Çıxsaq, demək, 12-dən 4 çıxanda 8. Burada 7 qalıb, demək, daha doğrusu 7 qalıb, 7-dən 4 çıxanda 3 edəcək. Sonra bölünmədiyi üçün 8 gətirirəm. 3 dəfə 333 edəcək. Burada 5, 55 qalır. Bölünmədiyi üçün 5-i gətirməliyəm. Amma o vergüldən sonra olduğu üçün bura bir vergül atmalıyam. Onda 5-dir. Demək 43,5. Gördüm ki, həmin o enlik ilə, X enliyi ilə onun arasında, yəni cənub tropik xətti arasında 43,5 dərəcə fərq var. O zaman ikisinin arasında 43,5 dərəcə fərq olduğu üçün biri şimaldadır, biri cənubda. Təbii ki, onların arasındakı dərəcə fərqi toplanılır həmişə. İndi biri məhsul olduğu üçün digərini çıxmalıyam ki, 23,5 çıxmalıyam ki, digər enliyi, şimal enliyini tapım, cənub enliyini çıxmalıyam. 20 qalır. Deməli, obyekt 20 dərəcə şimaldaymış. 20 dərəcə şimalda yerləşir. Demək, gördüm ki, obyekt tropiklər arasındadır. İndi ona əsasən suallara cavab verək. M məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafəni hesablayın. M məntəqəsi gördüyünüz kimi harada yerləşir? 20 dərəcə şimalda. Bakı harada yerləşir? 40 dərəcə şimalda. İkisi də şimalda olduğu üçün 20 dərəcə fərqləri var. 111-ə vursam eləyəcək 2220 kilometr. Cavabımız 2220 kilometr olacaq burada. Bir hansı materikdə yerləşir? O Bakıdan, yəni 50 dərəcə şərq uzunluğundan tam cənuba gəldiyinə görə 50 dərəcə, yəni koordinatı belə olacaq. 20 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu, yəni koordinat uzunluq dəyişməyib, enlik dəyişib sadəcə. Bu da Avrasiyaya düşür. Avrasiyaya, cavabımız Avrasiya olacaq. Sonra keçək 59-cu suala. Deyir, M məntəqəsində günəş il ərzində üfüqün həm şimal, həm də cənub tərəfində görünür. Bu ancaq tropiklər daxilində ola bilər. Yəni 23,5 şimal və 23,5 şimal və 23,5 cənub enliyi. Ki, günəş bilirsiniz ki, 21 Martda ekvator üzərində 90 dərəcə düşür. 21 Martdan sonra şimala meylidir və 22 iyun tarixində şimal tropikinə çatır, 90 dərəcə bura düşür. Sonra isə cənuba meylidir 23 sentyabrda və yenidən ekvatora qayıdır. 23 sentyabrdan sonra günəş cənuba hərəkət edərək 22 dekabrda cənub tropik xəttinə çatır və yenidən ekvatora doğru qayıdır. Və gördüyünüz kimi bu arada günəş şimala və cənuba hərəkət edir. Yəni elə obyektlər ola bilər ki, məsələn tropiklər arasında günəş bir dəfə onun üzərindən keçib şimala və ya cənuba geri qayıtmış olsun. Yəni bəzən şimalda, bəzən cənubda görürsün. Təbii ki, 20 dərəcə şimal enliyi şimalda olduğu üçün günəş çox zaman ondan cənub tərəfdə olur. 23,5 ilə, yəni 20 dərəcə şimal enliyi arasında olur. Qısa müddətli 3,5 dərəcə, yəni 23,5 dərəcə şimala keçir və yenidən cənuba qayıdır. Çox zaman üfüqdə günəş cənubda tərəfdə görünür buna görə. Amma qısa müddətli yay dönəmində günəş bundan şimala keçmiş olur. Ümumiyyətlə günəş hər hansı bir ölkədə və yaxud hər hansı bir məntəqədə, nöqtədə, ilin bəzi dövrlərində şimalda, bəzi dövrlərində cənubda görünürsə, deməli o tropiklər arasında yerləşir. Onda bizim sualımızın cavabı olacaq ki, deməli məntəqə tropik işıqlanma qurşağının daxilində yerləşir.
Sonra ikinci, yay gün dönümündə günorta vaxtı bu məntəqəyə günəşin düşmə buzağını hesablayın. Gördüyünüz kimi yay gün dönümündə günəş 23,5 dərəcə şimaldadır. Bu isə 20 dərəcə. Aralarında neçə dərəcə fərq var? 3,5 dərəcə. Yay gün dönümündə şimal tropinə 90 düşür. 90-dan 3,5 çıxsa nə qədər qalacaq? 86,5 dərəcə qalmış olacaq. Çünki o günəşin olduğu məntəqədən cəmi 3,5 dərəcə uzaqdadır və bu səbəbdən maksimum yox, 3,5 dərəcə daha az işıq və istilik almış olacaq. Keçək növbəti 60-cı sual. M məntəqəsinin yerləşdiyi saat qurşağını 1 və bu məntəqə ilə London şəhəri arasındakı yerli vaxt fərqini hesablayın. M məntəqəsinin yerləşdiyi saat qurşağı demək bir 50-dir deyə, 50 dərəcə şərq uzunluğu bizdən eynidir. Çünki bizdən yalnız cənuba gedib deyə. Elə 50-ni 15-ə böləcəyik. Bu da 3 dəfə eləyir. 45 qalıq 5 qalır. Qalıq 7,5-dən kiçik olduğu üçün elə olduğu kimi saxlayırıq. Yəni 3-cü saat qurşağıdır. Qaldı ki, London arasındakı yerli vaxt fərqi ilə bizdən eynidir. London 0-da, bizdə 50-dəyik. Aramızda 50 dərəcə fərq var. 50 dərəcə fərq, 1 dərəcənin qiyməti 4 dəqiqədir. 50 dərəcənin qiyməti 200 dəqiqə edəcək. 200-ü də 60-a bölsək 3 saat 20 dəqiqə edəcək. Yəni ya belə tapa bilərik, ya da 50-ni bölə bilərik 50 dərəcəni. 50 dərəcəni belə yazaq. 50 dərəcəni bölək 15-ə 3 dəfə tam 3 saat eləyir. Qalıq 5 qalır. Qalıq da 4-ə vursaq 20 dəqiqə etmiş olacaq. Bu da demək sonuncu cavablar idi. 3-cü saat qurşağı və 3 saat 20 dəqiqə. Dəqiqə ilə soruşursa isə biz 200 dəqiqə deyə bilərik, fərqi yoxdur. Bizə deyir ki, London şəhəri arasında yerli vaxt fərqi cavabımız 3 saat 20 dəqiqə olmuş olacaq. Və salam. Biraz uzun oldu video, bilirəm. Ancaq çalışdım ki, izah edə çəkim. Təbii ki, test cavablarını deyib keçə də bilərdik. Sağ olun dostlar, növbəti izahlarda görüşərik.